Onsuzdan bugün dırnağımı uf elədi. Mən ondan dalaşdım. Nigar, səndən ciddi danışmaq istəyirəm. Xahiş edirəm, diqqətlə mənə qulaq as. Aha, yaxşı. Səni həqiqətən çox sevirəm. Amma axır vaxtlarda yola getmədiyimizə görə düşündüm ki, ayrılsaq bizim üçün daha yaxşı olar Başa düşürəm səni, Rasim. Mənim üçün bir problem yoxdur. Bir dəqiqə deyən ciddisən? Həri. Yəni ağlayıb yox, ayrılmazat deməyəcəksən? Aman tanrım, dəlisən sən, Rasim. Ayrılmaq istəyirsənsə bu təbii ki sən verə biləcəyin qərardır. Və mən sənin fikirlərini hörmətlə, izzətlə, ehtiramla yanaşıram. Bəs pis olmadın? Yeah. Yəni indi sakitcə çıxıb gedə bilərəm? Yaxşı. Açığı heç belə gözləmirdim. Özündən müğayət ol. Rasim! Ayrılma səbəbi nədir? Nə? Əgər məndən ayrılırsansa, onda mənlə bağlı bütün problemləri deməlisən. Nə bilim, yəni axır vaxtlarda dostlarımla görüşməyə ümumiyyətlə icazə vermirdin. Demək olar hər gün bir yerdə olurdu. Saxla bir dəqiqə. Demək istəyirsən ki, mən səni çox sıxırdım. Yo, Nigar, mən elə demək istəmirdim. Sən məni ümumiyyətlə sıxıb eləməmsən demək olar. Amma dediyindən elə başa düşdü. Məncə sən bu dəqiqə əsəbisən deyə elə düşünürsən. Mən əsəbi deyiləm. Mən bu dəqiqə özümü çox yaxşı hiss edirəm. Mən səni sevməkdən başqa deyiləm. Yox, sən məni sevməkdən başqa heç eləməmsən. Demək istəyirsən ki, mən səni heç eləməmişəm. Yox, sən mənim üçün hər şey eləmişsən. Mən də fikirləşmişdim bu kinaya bilirsən ki, mən o mənada demək istəmirdim. İkizdi paskarın yemirdi. Amma dedim bu kinala. Nigar, yaxşı fikrimi dəyişdim, ayrılmıram səndən. Yaxşı, dedim popcorn hazırlayım, gəlirəm. Səndəki duzda olsun. Ras.